Qətərin paytaxtı olan Doha şəhərində keçirilən 34-cü Beynəlxalq Kitab sərgisindəyik. Burada dünyanın 100-dən çox ölkəsindən müxtəlif kitablar nümayiş etdirilir. Sevindirici hal odur ki, vətənimiz Azərbaycanda bu sərgidə iştirak edir. Gəlin görək, bizim ölkəmizin hansı kitablarla təmsil edilir. Ulu Öndər, Allah rəhmət eləsin, Qədim Şuşa, Qədim qalanın yuxuları, Cənab Prezident İlham Əliyev, böyük mütəfəkkirimiz Nizami Gəncəvi, Zəfər salnaməmiz, başımızı uca edən bir zəfər. Artıq dünyanın istənilən ölkəsində fəxrlə, qürurla başımızı dik tutaraq gəzə bilirik. Uca Allahdan dünyasını dəyişən şəhidlərimizə rəhmət diləyirəm. Allah qazilərimizə can sağlığı versin. Cənab Prezident və onun komandası onunla bir yerdə çiyin-çiyinə döyüşən hər kəsdən Allah razı olsun. Bizə yardım edən ölkələr, başda Türkiyənin prezidenti olmaqla hər kəsə xalqımız adından dərin təşəkkürümü bildirirəm. Allah hamısından razı olsun. Həqiqətən də qürur vericidir. Adamda çox qəribə bir sevinç hissləri yaranır. Beynəlxalq sərgidə vətənimizi görmək, bu xəritəni artıq bütöv şəkildə, tam şəkildə bərpa olunmuş halda görmək necə də sevindiricidir. Baxın, bu da bizim əsrlikdən uzun müddət işğalda olan Qarabağımız. Allaha sonsuz həmçanlar olsun. Artıq bizimdir. Bu da doğma Bakımız. Vətənimizin hər yeri bizə doğmadır. Allah bu ölkəni daha da böyütsün, daha da izzətləndirsin, daha da gücləndirsin.